İbn Ömər radiyallahu anhu demişdir, vaxt var idi ki, heç kəs özünün dinar və dirhəminə müsəlman qardaşından daha haqlı olduğunu düşünmürdü. Yəni səhabələr özlərinə istədiklərini, hətta bundan da artığını müsəlman qardaşları üçün istəyirdilər. İndi isə aramızdan kimlərəsə dinar və dirhəm müsəlman qardaşından da əzizdir. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Neçə qonşu var ki, qiyamət günü öz qonşusunun yaxasından yapışıb deyəcəkdir: ey Rəbbim, bu adam öz qapısını mənim üzümə bağlamış və yaxşılıq etməkdən boyun qaçırmışdır. Rəvayət edilir ki, bir gün səhabənin yanına gəlib ona Həccacın verdiyi əziyyətlərdən şikayət etdilər. Ənəs radiyallahu anhu dedi: səbr edin, çünki siz Rəbbinizə qovuşana dək yaşayacağınız hər sonraki gün əvvəlkindən daha acınacaqlı olacaq. Mən bunu sizin Peyğəmbərinizdən eşitmişəm. Həqiqətən də müsəlmanlar getdikcə dinlərindən uzaq düşüb, dinar və dirhəmə o qədər bağlanıblar ki, nəinki qonşunun haqqını demək, bundan da böyük haqlara tapdalamışlar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir: vallahi mən sizin yoxsulluğa məruz qalacağınızdan qorxmuram, lakin mən sizdən əvvəlkilərə gen bol həyat nəsib edildiyi kimi sizə də firavan bir həyat nəsib edilməsindən, bu səbəbdən əvvəlki tək sizlərin də bir-birinizlə rəqabət aparmağınızdan və dünya malının onları məhv etdiyi kimi sizi də məhv etməsindən qorxuram.